Sonra məndən inciməyin ki, mən başımı küçənin ortasında niyə qırxdım? Kepkanın altından qardaşın saçının töküldüyünü təsadüfən görüb, başını qırxıb qaçdım. Tərəddüd edib gəlmirdin, indi qaça-qaça gələcəksən dedim. Mən qaça-qaça gələr deyə düşünürdüm ki, qardaş maşına minib maşınla gəldi. Saxla, dayan, kepkamı ver, hamı keçəl olduğumu bildi artıq. Gəl, indi səni keçəllikdən xilas edəcəm dedim. Gəl əyləş, indi səni öz yaşıva qaytaracam dedim. Qardaş mənə, sən neynirsən, mənim saçımı niyə qırxdın dedi. Gəl, mən qırxmasaydım, sən onun bunun fikri ilə yaşaya-yaşaya bura çətin gələrdin dedim. Sən düz deyirsən, mən sənin videolarını 5 ildən çoxdur ki izləyirəm. Birdən bilinər, birdən dənizə girərəm başımdan çıxar, külək vurar başımdan uçar deyə tərəddüd edirdim. Amma ən çox tərəddüdüm də o nə deyər, bu nə deyər olub. Qardaşa narahat olma, uzağı bir aydan sonra hamı kimi sən də o tərəddüdü və peşman olacaqsan dedim. Qardaş mənə, mən elə bilirdim, protez saç istifadə edənlər başlarında daş kimi ağır bir şey gəzdirirlər. Qardaşa, yəqin ki indiyənə qədər diş, plomb qoydurmusan. Protez saç da eyni ilə diş kimidir. İlk saatlarda və ya günlərdə başında artıq bir şey kimi hiss edirsən. Sonra fiziki olaraq bədənin adaptasiya mexanizmi işə düşdüyü üçün qətiyyən başında artıq bir şey kimi hiss etmirsən dedim. Qardaş mənə, mən deyəsən uje peşman olmuşam. Qardaşa, nəyə peşman olmusan dedim. Mən bu qədər dəyişəcəyimi gözləmirdim. Tərəddüd edib, niyə 5 il öncə gəlmədiyimə peşman oldum dedi. İndi isə güzgüyə baxanda illərlə tanış olduğum güclü, inamlı insanı görürəm. Sanki illərdir itirdiyim özgüvənimi tapmışam. Sonda qardaşa kepkasını vermək istirdim ki, artıq mənə kepka lazım deyil. Artıq mənim gözəl saçlarım var dedi.